İngiltərədən dostum var. Ona soruşuram ki, niyə hər həftə sizdə, hətta 3-cü liqanın, 4-cü liqanın oyunlarında azarkeşlər olur da. Deyir, bizdə iş yükü, stresi o qədər çox olur ki, biz gəlirik, dincəlməyə çalışırıq. Orada bizə heç kim qarışmır. Biz orada pivə içmək istəyirik, biz orada söymək istəyirik, biz orada bütün aqressiyamızı, bütün işlə bağlı neqativlərimizi futbolda qoyuruq. Ya 6-cı gün, ya bazar günü, birinci gündə işə gedirik. Bu bizim insani olaraq bir əyləncəmizdir, bir haqqımızdır. Azərbaycanda bunları çox böyüdürlər. Məsəl üçün qoymurlar ki, stadionlarda pivə içilsin, nə bilim söyülsün, söyüldü 4000 manat cərimədir. İndi artıq var deyəsən 6000 eləyiblər. Bilmirəm də. Yəni Azərbaycanda futbol idarəçiləri Və klubu futbolu cərimələndirlər. Azarkeş söyür deyə klub bunun üçün məsuliyyət daşıyır. Yəni Azərbaycanda futbol idarəçiləri futbolu necə idarə etmək lazımdır, onu bilmirlər. Hər şeyi qısıtlayırlar. Bu olmaz, o olmaz. Və bunu da görür baş məşqçi gedir deyir ki, bu olmaz.